Oktyabrın 17-sində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Türkiyə tarixi əlaqələr yeni qlobal çağırışları mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi və ideoloji cəhətdən qiymətləndirilməsi baxımından bugünkü konfransın önəmini qeyd edib. Ölkə prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamına əsasən müxtəlif formatlarda bu elm ocağının yubiley tədbirlərinin keçirildiyini deyən akademik İsa Həbibbəyli, Amiyanın noyabrda baş tutacaq 80 illik yekun yubiley mərasiminə hazırlaşdığını bildirib. O, bugünə qədər Elmlər Akademiyasının yubileylərinin yalnız 3 dəfə qeyd edildiyini söyləyərək vurğulayıb ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1975-ci ildə Akademiyanın 30 illik yubileyi keçirilib. Sonraki mərhələdə isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005 və 2015-ci illərdə Amiyanın 60 və 70 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi bir millət, iki dövlət ifadəsinin qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin Türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutu olduğunu vurğulayıb. Çıxışının sonunda Amiya rəhbəri beynəlxalq konfransı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə, iki qardaş ölkənin keçdiyi inkişaf yoluna həsr olunmuş əhəmiyyətli tədbir kimi yüksək dəyərləndirib. Amiyanın 80 illik yubileyi və iki ölkənin milli bayramları ərəfəsində keçirilən konfransın Türkiyə ilə elmi əlaqələrin inkişafına da töhfə verəcəyinə əminliyini ifadə edib. Daha sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun idarə heyətinin üzvü Hulusi Qılıc 1915-ci ildən başlayan Türkiyə-Azərbaycan qarşılıqlı yardım dövrləri və iki qardaş ölkə münasibətlərinin bugünkü qürurverici durumu adlı məruzə ilə çıxış edib. Həyatının son 20 ilini Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına həsr etdiyini deyən məruzəçi 1915-ci ildən bugünədək iki qardaş ölkənin dostluq münasibətlərindən bəhs edib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olduğunu söyləyən Hulusi Qılıc qeyd edib ki, bugün Türkiyə-Azərbaycan sadəcə siyasi və hərbi deyil, eyni zamanda ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşdır. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. O, 2025-ci il oktyabrın 7-sində Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünün böyük siyasi əhəmiyyətini qeyd edib. Məruzəçinin sözlərinə görə Azərbaycanın güclü lideri, güclü ordusu sayəsində qazanılan tarixi Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti ilə Azərbaycan öz istəyinə nail olub, tarix, ədalət və beynəlxalq hüququ bərpa edib. Tədbirdə həmçinin bir sıra məruzələrlə çıxışlar da dinlənilib. Leyli Namiq qızı, Fərid Əşrumov, Elm TV.